Televiziyamıza müraciət edən Tovuz rayonunun Aleksandr Sergeyeviç Puşkin adına məktəbin bufetində çalışan Kəmalə Yusipova bildirib ki, o məktəb rəhbəri ilə müqavilə bağlayaraq məktəbin bufetində çalışır, lakin çalışdığı müddət ərzində borcu yaranıb. Şikayətçi qeyd edib ki, bufetdə çalışdığı müddətdə hər bir uşaq üçün dövlətə pul ödəməli olduğu halda məktəbdə uşaq sayının az olması və ya məktəb binası ilə üzbəüz mağazaların olması və tənəffüslərdə şagirdlərin əksəriyyətinin məktəb bufetində deyil, mağazadan alış-veriş etməsi səbəbindən borcu yaranıb və həmin borcu ödəməkdə çətinlik çəkir. Şikayətçi həmçinin məktəb rəhbərliyi tərəfindən borcun ödənilməsinin və ya fəaliyyətinin dayandırılmasının tələbinin qoyulduğunu da bildirib. 38 qəpikdən uşaqların hər birinə pul ödənməlidir. Bu davamiyyətin çox aşağı olmaq səbəbindən, uşağın məktəbə gəlmə səbəbindən mən bu pulu ödəyə bilmirəm. Müdür gəlir, deyir, müqavilənizə xitam verilib, bağla get. Mən deyirəm, səbəb nə? Yəni, mən səbəbi buna göstərirəm ki, məktəbə uşaq, şagird azdır. Şagird gəlmir, davamiyyət yoxdur, qapı açıq, uşaq çölə qaçır. Mən bu məktəbə nə tər pulu ödəyim? Onlar deməklə deyir ki, bu pulu ödəməlisən. Davamiyyət olmayandan sonra mən bu qapı açıq, ondan sonra uşaq marketə qaçır. Mən nə qədər burada şagird var? Məsələn, 1000 nəfər şagird varsa da gəlsinlər, düşsünlər. 400 dənə şagird çıxsa mən o pulu ödəyəs adamım. Əməkdaşlarımız məktəb rəhbərliyindən mövcud məsələ ilə bağlı sorğu verib. Məktəb rəhbərliyi isə sorğuya şifahi olaraq bildirib ki, adgedən məktəbin bufetçisinin şikayəti ilə bağlı məlumatları var və bununla bağlı rəhbərlik tərəfindən qəbul edilərək izah edilib ki, bağlanılan müqaviləyə əsasən aylıq təyin edilmiş pulun ödənilməsi vacibdir. Həmçinin bildirilib ki, Kəmalə Yusipovanın qalıq borclarından əlavə son 4 ay ərzində ümumiyyətlə pul ödəmədiyi üçün ona şifahi xəbərdarlıq edilib. Qalıq borcunu ödəmədiyi halda isə qanunla müvafiq olaraq onun müqaviləsinə xitam veriləcək. Elvin Qudrətov, Kamran Əski Paralı, Bugün informasiya proqramı üçün.